C peptid analizi mədalatı vəzin beta hüceyrələrinin rezervini göstərən bir analizdir. Bəs şəkərli diabet xəstələrimizdə nə zaman istifadə edirik? Əgər şəkərlərimiz kontrolsuz gedirsə, əgər biz dərman dəyişimi etmək istəyiriksə, əgər insulin qəbul edən xəstənin insulini dəyişib tabletkaya keçmək istəyiriksə və LADA və ya tip 1 diabeti tip 2 diabetdən ayırmaq istəyiriksə, biz C peptid analizini istəyirik xəstələrimizdən. Bəzi hallarda yanlış nəticə verə bilər. Bu hansı hallarda da əgər xəstəmizin şəkəri çox yüksəkdirsə və yaxud da ki, xroniki böyrək çatışmazlığı varsa, bu zaman analizi təkrar olaraq 2 həftə sonra istəyə bilərik və unutmayaq, insulin qəbul edən və sulfanin sidik cövhər dərmanları qəbul edən xəstələrimizdə son dərman qəbulundan 24 saat müddətində biz bu ölçümü istəyə bilərik xəstəmizdən. Şəkərli diabet xəstələrində acılıq C peptid düzəyi 0,6-dan aşağıdırsa yetərsiz, 0,6 1,8 arasıdırsa sərhəddə, 1,8-dən yuxarıdırsa normal olaraq qəbul edə bilirik.